Vüqar bəy salam, xoş gəlmisiniz. Salam, çox sağ olun. Valideyn körpə yaşda övladını gətirir ki, mən bu naxışı istəyirəm. Bəs siz neçə yaşdan sonra tövsiyə edirsiniz naxışları? Mən naxışları saçlarda, yəni uşaq saçlarından söhbət ediriksə, yəni 3-4 yaşdan yuxarı, yəni aşağı olmaz. Niyə? Daha çox dəri həssas olur körpə yaşlarında. Minimal 3-4 yaşdan yuxarı. Autizmli uşaqları qəbul edirsiniz? Bəli, ən çox autizm uşaqlarla fəaliyyət göstərirəm, onlarla çalışıram. Səbəb nədir? Daha çox onlar qayğıkeş olduğu üçün, yəni onlarla işləmək daha zövqlüdür. Valideynlər biraz saça qarşı həssas olurlar. Ən çox atalardır bu mövzuda həssas yoxsa analar? Ən çox analar, yəni atalardan olsa, harda gəldi uşaqdır deyib saçlarını kəsdirəcəklər. Uzun saç yoxsa qısa saç saxlamaq tövsiyə edirsiniz? Yəni burada tək tərəfli qərar olmaz, belə deyək də, yəni ki, istər uzun, istər qısa. Bu zövqə bağlı bir şeydir. Valideynlərin saçla bağlı ən çox etdiyi səhvlər fikrincə hansılardır? Saçlarla bağlı ən çox etdiyi səhvlər saç kəsdirməmişdən öncə, yəni saçın materialına uyğun şampunlar işlətməlidir. Yəni ən həssas nöqtələrdir. Yəni saça uyğun bir şampun seçməlidir, maska seçməlidir ki, kəsim etdirəndə də o saç forması 3 gün sonra, 5 gün sonra itməsin. Yəni ən əsas mövzu bunlardır. Daha həssas saçlar hansı yaş dövrünə məxsusdur? Daha həssas saçlar 3 yaşdan aşağı həssas olur. Niyə? Çünki saçlar 3 yaşa qədər rəngini də dəyişə bilir, saç codlaşa da bilir, seyrəkləşə də bilir. Yəni 3 yaşa qədər saçın forması çox dəyişir. 3 yaşdan sonra isə amma yəni mərhələ-mərhələ dəyişir. Amma 3 yaşa qədər saç çox tez-tez formalaşır. Yəni bilmək olmur bu saç ipəyimi qalacaq, yoxsa cod olacaq. Yəni bunu seçmək mümkün deyil. Vüqar bəy, yay aylarında dəniz və hovuzdan, günəş şüalarından saçları qorumaq üçün nə etməliyik? Ən çox dəniz və hovuzdan, günəşdən qorunmaq üçün xüsusi saçlar üçün saç maskaları var. Bunlar yəni böyüklərdəki dediyimiz balzam falan deyil. Bunlar xüsusi olaraq uşaqlar üçün hazırlanmış saç maskalarıdır. Yəni bunlardan alıb istifadə etmək mütləqdir. Çünki saçlar zədələnməyə imkan vermir, fendə yanmır, günə çıxanda saç qızarmır. Yəni o maskalar çox qoruyucu maskalardır. Saçların formasına sizcə kim qərar verməlidir? Uşaq yoxsa valideyn? Yəni kiçik yaşlarında belə deyək də valideyn qərar verir, amma uşaq yaşa dolduqca uşağı da dinləmək lazımdır bu mövzuda. Çünki istəmir də, elə uşaq var ki, başqa strişka istəyir, məsələn, valideyn tam başqa. Məncə yaşa dolduqca uşağın öz qərar verməyi daha gözəldir. Təxminən neçə yaş? 10 yaş, 11 yaş, yəni bu yaşdan sonra uşaqlar rahat olur. Bəzən uşaqların yedikləri saçındadır və dırnağındadır deyirlər. Siz necə düşünürsünüz? Bu fikirlə razısınız? Xeyr, yəni bu genetikadan olan bir şey deyil. Yəni bunun qidaya heç bir aidiyyatı yoxdur. Ay çox idi, saçı tez uzandı, aynən dırnağı tez uzandı, yox. Yəni bu qida ilə əlaqəsi yoxdur bunun. Yəni bu genetikadır. Yəni saçın uzanma müddəti var. 15 gündən minimal saç uzanmalıdır. Məsəl üçün bəzən valideyn gəlir, deyir, bir ay bundan əvvəl kəsdirmişəm saçını, görün nə qədər uzanıb. Deyirəm ki, hələ daha çox uzanmayıb. Bilirsinizə, yəni bundan da artıq uzanmalıdır bu saç bir ay ərzində. Yəni bir aya görə bu hələ az uzanıb. Valideyn deyir, yox, daha qısa eləyək. Yəni bu uzanır, tez bezirik, biz tez-tez gəlməkdən deyirəm, yox, hələ bu bir ay üçün daha azdır. Nəinki çox. Vüqar bəy, uşaqları hansı aralıqda saç kəsimini aparmalıyıq? Ayda məsələn 2 dəfə gəlmək mütləqdir. Amma ən əsasən uşaqların deyəndə məsəl üçün bir günün baxırsan bu uşaq hansı günün səhərmi yaxşı olur, yoxsa günün ikinci yarısı. Yəni daha gümrah olan vaxtı deyilən bir şey var. Uşaq yuxudan durur, günün birinci yarısı daha gümrah olur. Günün birinci yarısı yəni salona aparmaq daha məntiqlidir. Nəinki günün ikinci yarısı. Günün ikinci yarısı uşaqlar yuxulu olur, halsız olur, gəlir salona keyfsiz olur, məcbur qarşısına gəlib saç kəsdirirlər. Bu da düzgün bir şey deyil. Uşaq salonu dedikdə ilk ağlımıza gələn nə olmalıdır? Valideyn rahatlığı, gigiyena, təmizlik, yoxsa uşağın sakit dayanması? Yəni həm valideynin rahatlığı, həm gigiyena, həm uşağın sakit dayanması, ab-havanı sevməsi, məcburiyyət qarşısında yox. Təşəkkür edirəm Vüqar bəy. Çox sağ olun. Təşəkkür edirəm mən də sizə.